Şaquli yuxarı atılmış cismin hərəkəti 1. Cismi şaquli yuxarı atanda o əvvəlcə yuxarı qalxır. Yuxarı qalxanda da ağırlıq qüvvəsi bunu cəzb edir. Hərəkət yavaşlayan olur. Sonra qalxır, təzədən yerə qayıdır. Yerə qaydanda təzədən yeyinləşən hərəkət olur. B variantı. 2. Yer səthindən şaquli yuxarı atılmış cismin başlanğıc sürətini 2 dəfə artırdıqda uçuş müddəti necə dəyişir? Uçuş müddəti 2 dənə T qalxmadır. Qalxma ilə bir cismin bir dəfə qalxdığı müddəti, uçuş müddəti düşür, onu da nəzərə alırıq. Qalxma müddətində biz nə götürürdük? V0 bölü J kimi. Ona görə başlanğıc sürəti 2 dəfə artırdıqda uçuş müddəti də 2 dəfə artar. 3-də yazacaq V bərabərdir V0 çıx JT kimi. Bu da yavaşlayan hərəkətdir. Yəni, bərabər yavaşlayan hərəkətin düsturlarını burada tətbiq eləyə bilirsiniz. 30 çıx 1 vur 10. O da nə verəcək bizə? 20 verəcək. A variantı. Burada 40 çıxılsın. 3 vur 10. Bu da 10 qalacaq bizə. C variantı. İlk 3 saniyə ərzindəki yer dəyişmə S bərabərdir ya da H bərabərdir. Fərq eləmir. V0T çıxılsın JT kvadratı bölü 2. 30 vur T 3'dür. Çıx J 10'dur. T'miz yenə 3'dür. Kvadratı 9 bölü 2. Bu da verəcək 90 çıx 45. Cavab verəcək bizə yenə 45 metr. Düzdür? Düzdür. B variantı. Altını da yenə həmin qayda ilə eləyəcəm. V0T çıx JT kvadratı bölü 2. 40 vur 2 çıxılsın. Deməli, J 10'dur, T 2'dir, kvadratı 4 bölü 2. Bu da eləyəcək 80 çıxılsın 20, 60 metr Y variantı. Qalxma müddəti V0 bölü J'dir. Sonra T qalxma bərabərdir ya da T uçuş istəyir bizdən. 2V0 bölü J, V0'dan düz asılıdır. 9-cu sual. H maksimal üçün yaza bilərik V0 kvadratı böl 2J kimi. V0 başlanğıc sürətdir, kvadratik asılıdır, Y variantı. 10-cu sual. Ağırlıq qüvvəsi yerə tərəf olur, 1. 11-də maksimal qalxma müddəti istəyir. Bayaq yazdığım V0 kvadratı böl 2J. 40'ın kvadratı 1600 eləyəcək. Böl 2J'dəki 20. Bunlar gedir, böləndə 80 metr verir də. Burada başlanğıc sürəti istəyir. Yazsaq ki, H bərabərdir V0 kvadratı böl 2J. Buradan başlanğıc sürəti V0 tapanda kök altı 2JH verəcək. O da eləyir 2 vur 10, H 45'dir. Bunlar da 30 çıxacaq buradan. B variantı. 13. Yer səthindən şaquli olaraq yuxarı atılmış cismin koordinatının zamandan asılı qrafiki verilib, cismin maksimal qalxma hündürlüyünü hesablayın. JT kvadratı bölü 2. Qalxan hissə bu ilk hissədir. O bir tərəf düşən hissədir. T üçün 2 götürəcəm. 10 vur 2'nin kvadratı 4 bölü 2. Bu da 20 verəcəkdir. Y variantı. Burada başlanğıc sürət istəyir. V0 bərabərdir JT. Qalxan hissə nədir burada? 2 saniyə. 10 vur 2 də 20 verəcək. C variantı. 30 metr hündürlükdə cismin sürəti. Gəl belə eləyək. 30 metr hündürlükdə sürəti axtarırıqsa, yazaq H bərabərdir. V0 kvadratı çıx V kvadratı böl 2J. Mən buradan V-ni tapacağım. O da nə versin mənə? V üçün əvvəl düstur çıxardacağım. V0 kvadratı çıx V kvadratı bərabərdir 2JH. V kvadratı verəcək V0 kvadratı çıx 2JH. V-ni ayrıca tapanda ifadəni kökə salacağım. V0 35'dir. Kvadratı nə verəcək 35'in? 35 vur 35. 25, 2 yatda, 15, 2 yatda, 17, 15, 1 yatda, 9, 10, 5, 2, 1, 1125. Səhv hesablamadımsa. Hesabda səhv olsa şərhə yazarsınız orada, düzəldərik. 2 vur, J 10'dur, H-daki 30'dur. 1125 çıx. Bu nə verəcək? 600 verəcək. Bunda çıxanda nə verəcək? Bu 1125'dir, 1225 olmalıdır. Çıxanda bizə 625 verəcək. 625'dən də 25 çıxardacağıq da, düzdür? Bu bizim nəyimizdir? Son sürətimiz 30 metr hündürlükdə olan sürətdir.
Baxaq variantlarda 25 var, B variantı. Düstur bu düsturdur. Uzaqbaşı hesabda səhv ola bilər, onu da şərhə qeyd eləyərsiniz. Yenə 16-nı da həmin qaydada hesablayacağıq. İndi neyniyək? Eyni qayda ilə hesablayaq. V üçün düstur nə çıxartdım? V0 kvadratı çıx 2JH. Bunu burada tətbiq eləyək. V0-ım 40-dır. Bir dəqiqə, hansı hündürlükdə sürət 30 olar? Onda bu lazım deyil. H-ın düsturunu birbaşa tətbiq eləyəcəyik. H bərabərdir V0 kvadratı çıx V kvadratı böl 2J. 40-ın kvadratı 1600 çıx 30-un kvadratı 900. 2J'dəki 20 verəcək. 1600-dən 900 çıxanda 700. 700-ü də 20-yə böləndə 35 metr Y variantı. 17. Şaquli yuxarı atılmış M kütləli cismin yuxarı hərəkəti zamanı Newtonun ikinci qanununun riyazi ifadəsi hansıdır? Cismi mən yuxarı atmışam, hərəkət istiqaməti yuxarıdır. Onda havanın müqavimət qüvvəsi aşağıdır, ağırlıq qüvvəsi də həmişə aşağı olur. Onda bu ikisi aşağıdırsa, eyni istiqamətdədirsə, toplayacağım. F müqavimət üstə gəl mg, onu da axırda əvəzləyici qüvvənin düsturuna bərabər eləyirəm. O da hansı variantdır? Y variantı. 18-də başlanğıc sürəti istəyir. V0 bərabərdir J vur T. 3 vur 10, 30. Burada H bərabərdir V0 T çıx JT kvadratı bölü 2. V0-ım 40-dır. T 3-dür. Çıx J 10-dur. T 3-dür kvadratı 9 bölü 2. Bu da verəcək 120 çıx 45. Bu da mənə nə verir? 75 verməlidir. A variantı. 20-ci sual 19-cu sualla eynidir. Buralar silək, aşağıdan həllini yazım. H bərabərdir V0 T çıx JT kvadratı bölü 2. 30 vur 2 çıx J 10-dur. 2-nin kvadratı 4 bölü 2. Bu da mənə nə verəcək? 60 çıx 20. 40 metr. A variantı. 20-ci sual. Yer səthindən şaquli yuxarı atılmış cisim 8 saniyədən sonra yerə düşürsə maksimal qalxma hündürlüyü. 8 saniyədən sonra yerə düşürsə bunun qalxma müddəti 4 saniyədir. Yəni 4 saniyə qalxıb 4 saniyə düşüb. Maksimal hündürlüyü də H bərabərdir JT kvadratı bölü 2 ilə eləyirik. Oradakı T qalxma müddətidir. 14-ün kvadratı 16 bölü 2, 160-ı 2-yə böləndə 8 alacam C. 22-də də nə edəcəm orada? T qalxma verəcək mənə. 12-ni 2-yə böləndə 6 verir. Yenə JT kvadratı bölü 2. J 10-dur. T 6-dır. Kvadratı 36 bölü 2. Bu da 180-dır. Burada maksimal qalxma müddətini verib uçuş müddətini istəyir. Onda mən nə yaza bilərəm burada? T-ni, T qalxmanı kök altı 2H bölü J ilə taparıq. Çünki H bərabərdir JT kvadratı bölü 2. 2 vur 45 bölü 10. Buradan çıxacaq 3 saniyə. 3 saniyə bunun qalxma müddətidir. Bizdən uçuşu istəyir. Uçuş bunun 2 mislidir. 6 saniyə. Çünki 3 saniyə qalxacaq, 3 saniyə düşəcək. 24. Yer səthindən şaquli yuxarı atılmış, verilmiş kütləli cismin başlanğıc impulsunu 2 dəfə artırdıqda uçuş müddəti. T uçuş üçün yenə yazsaq 2V0 böl J. V0-da impulsuna necə əvəz eləyə bilərəm? Bura sürətə də məxrəcə də M əlavə eləyərəm. 2P0 bölünsün mg olar. Yenə düz asılıdır. 2 dəfə artar. Sonra 25-də kinetik enerji deyir. Kinetik enerji üçün nə deyə bilərik? Qalxma hündürlüyü necə dəyişər? Yazsaq H bərabərdir. V0 kvadratı böl 2J. Kinetik enerji üçün yazsaq mv kvadratı böl 2. Buradan V-ni tapsam verəcək mənə nə? V kvadratı. Daha doğrusu V kvadratını tapaq. Elə bu düsturda da V kvadratını əvəz eləyərik də birbaşa. V kvadratı verəcək 2Y kinetik böl M. Düzdür. Bu da bizə nə verəcək? 2Y kinetik böl 2 mg. Bunlar da gedir Y kinetik böl mg kimi qalır. Düz asılıdır. Onda 4 dəfə artar. D variantı.
26-da da onda 4 dəfə azalacaq, həmin sualdandır. 27. Şaquli yuxarı atılmış cisimlərin qalxma müddətləri arasında hansı münasibət doğrudur? T qalxma bərabərdir V0 bölü J. İkinci 2 dəfə daha böyük olacaq Y variantı. 28-də qalxma hündürlüklərini soruşur. H bərabərdir V0 kvadratı bölü 2J. Kvadratik asılı olduğuna görə ikincinin sürəti 2 dəfə böyük olanda 2-nin kvadratı 4-dür. H2 4 dəfə böyük olacaq Y variantı. 29. Başlanğıc sürəti 3 dəfə artırıldıqda uçuş müddəti də 3 dəfə artar. 3 dəfə azaltdıqda 3 dəfə azalar. Bunlar düz asılı idi. Düsturları neçə dəfə yazdıq? 31. 30 metr bölü saniyə sürətlə şaquli yuxarı atılan cismin hansı maksimal hündürlüyə qalxar? H bərabərdir V0 kvadratı bölü 2J. V0 30-dur. Kvadratı 900 bölü 20. Bunlar gedir. 92-yə böləndə 45 verəcək. 32. Şaquli aşağı və şaquli yuxarı atılmış cisimlərin uçuş müddətləri üçün, cisimlər üçün uyğun ifadələr, uçuş müddəti demir, cisimlər deyir. Şaquli aşağı atılanda yeyinləşən olur. Yuxarı atılanda əvvəlcə yavaşayan hərəkət edir, yerə qaydanda təzədən yeyinləşən olur. Təcili başlanğıc sürətlə eyni istiqamətdədir, bu aşağı atılandadır, çünki yeyinləşən hərəkətdir. Əks olan yuxarıdır. Təcildə elə sərbəst düşmə təcili olmalıdır. 1-3, 5 ortaya, 2-4-də, bir dəqiqə, 1-3, 2-4, 5 ortaya, A variantı. 33. Şaquli olaraq yuxarı atılmış cisim birinci saniyə müddətində 25 metr məsafə qət edir. Cismin maksimal hündürlüyə qalxma müddətini hesablayın. Mən əvvəl başlanğıc sürəti tapacağım. V0T çıx JT kvadratı bölü 2-dən V0 rahatlıqla tapa bilərəm. 25 bərabərdir V0 vur. T1-dir. Çıx J 10 T1-in kvadratı bölü 2. Buradan da alınacaq 25 bərabərdir. V0 çıx 5. V0 da alınacaq 30. H maksimal üçün də V0 kvadratı bölü 2 J-ni istifadə edəcəm. 30-un kvadratı 900 bölü 20. Sıfırlar gedir. Cavab 45 qalır. Bir dəqiqə, maksimal qalxma müddəti. Bu maksimal qalxma hündürlüyüdür. Mən hündürlük kimi hesablamışam. Müddət deyirsə T qalxma ilə V0 bölü J-dir. Birbaşa bu. 30-u ona böləndə 3 saniyə verəcək. 33. 34. Cisim yer səthindən birinci kosmik sürətlə şaquli yuxarı atılıb, maksimal qalxma hündürlüyünə görə bu cismin hərəkəti qədər, bu cismin hərəkəti necə hərəkətdir? Yerdən böyük sürətlə uzaqlaşır deyənə, təcil azalacaq. Yerdən çünki çox böyük miqdarda uzaqlaşır, çox böyük məsafəyə gedir. Təcil azalır və yavaşayan hərəkət olur. Çünki cismi yuxarı atmışıq, azalan təcillə yavaşayan. 35. Cisim 20 metr bölü saniyə sürətlə yer səthindən şaquli yuxarı atılıb. Neçə saniyədən sonra cisim 20 metr hündürlükdə olacaq. Tamam, burada nə edə bilərik? H bərabərdir V0T çıx JT kvadratı bölü 2. Bunu ilə hesablaya bilərik, amma ağ yer açacağım. Görək bu düstur bizim işimizə necə yarayacaq. H 20 metr hündürlüyü deyir. V0 20-dir. Zamanı bilmirəm. Çıx J 10-dur. T neçə saniyədir bilməm. T kvadratı kimi yazıram. Böl 2. 20 bərabərdir 20T çıx 5. T kvadratı. Hər tərəfi 5-ə bölsəm nə olar? 4 bərabərdir 4T çıx T kvadratı. Buradan T-ni mötərizə xaricinə çıxartsam. T mötərizədə 4 çıx T. Bərabərdir 4 qalır da. İndi mən nəyə vursam mənə 4 verəcək? 2-ni 2-yə vursam. Onda T neçədir? T də bərabərdir 2-dir də. Kvadrat tənlik kimi eləyə bildik 2 saniyədir. Sonra 36 da yenə eyni qayda ilə olacaq. Ona da ayrıca ağ yer açaq. 36-nı da hesablayaq. 45 bərabərdir. Başlanğıc sürət 30-dur. Saniyəni bilmirəm. Çıx. Burada nə yazmalıyam? 10 T kvadratı bölü 2. 45 bərabərdir 30T çıx 5T kvadratı.
Hər tərəfi 5-ə bölərəm. 9 bərabərdir 6t çıx t kvadratı. T'ni buradan çıxartsam 6 çıx t qalır. Bu da mənə nə verər? Neçəyə vursam 9 alaram? 3-ü 3-ə vursam t də onda 3 imiş. C variantı. 37. Onu bir dənə diqqətlə oxuyaq. Yer səthindən şaquli yuxarı atılan cismin maksimal qalxma müddəti 2 saniyə olmuşdur. Cisim 1-ci saniyə müddətində hansı hündürlüyə qalxmışdır? Gəl başlanğıc sürəti tapaq. V0 bərabərdə J, T qalxma olacaq. 10 vur 2, 20-dir. 1-ci saniyə müddəti üçünsə götürəcəm H bərabərdir V0T çıx JT kvadratı bölü 2. 20 vur 1-ci saniyədə də vur 1 çıx J 10-dur, T 1-dir, kvadratı da 1. Bu da verəcək 20 çıx 5, 15 metr. D variantı. 38. İpə bağlanmış cismi şaquli müstəvidə çeviri üzrə bərabər sürətdə hərəkət etdirərək A nöqtəsində ipi qırırlar. Cismin atılma nöqtəsinə maksimal H hündürlüyə qalxır. Cismin dövr etmə tezliyini 2 dəfə azaltdıqda o hansı maksimal hündürlüyə qalxar? Yazacağım H bərabərdir. V0 kvadratı böl 2J. V-nin də çevrə üzrə hərəkəti 2πn r düsturu var. 10 qoyanda 4 pi kvadratı, n kvadratı, r kvadratı böl 2J olur. Tezliyi ilə düz və kvadratik asılıdır. Tezliyi 2 dəfə azaltdıqda hündürlük 4 dəfə azalacaq. Düz və kvadratik. Burada tezliyi 2 dəfə artırsa cavab 4 dəfə artacaq. 40-a baxıram. Cisim 20 metr böl saniyə sürətlə yer səthindən şaquli yuxarı atılmışdır. Bu cismin hərəkəti üçün hansı ifadələr doğrudur? Cisim yuxarıya doğru hərəkəti artan təcillə yavaşlayan səhvdir. Təcil sabitdir, amma yavaşlayan olacaq. Deməli, ikincinə baxaq. 3-cü saniyənin sonunda cismin sürəti 10 metr böl saniyə olmuşdur və aşağı doğru yönəlmişdir. Tamam, baxaq da. Bu cisim qalxma müddəti 20 böl 10-dur, 2 saniyə müddətində qalxacaq. Doğrudan da onda 3 saniyədən sonra bu cisim aşağı yönələcək. Çünki 2 saniyə ərzində yuxarı qalxır, sonra təzədən yerə qayıdır. Deməli, 3-cü saniyədə doğrudan da aşağı yönəlir. Oradakı sürəti də JT ilə tapsaq, T-nin yerinə 1 saniyə qoyacağım, 3 yox. Çünki 2 saniyə artıq xərclənib yuxarı qalxmaq üçün. O 3-cü saniyə elə bil ki, yerə düşmək üçün 1 saniyə xərcləyib, odur. 20 yox, J 10-dur, T-ni 1-ə vuranda 10 olur, 2 düzdür. 3 onda avtomatik səhvdir. Uçuş müddəti 4 saniyə olub, qalxma müddəti 2 saniyədir. 2 saniyə qalxıb, 2 saniyə düşüb, uçuş müddəti 4-dür. Maksimal 20 metr hündürlüyə qalxıb. Bu arada 6 səhvdir. Qalxma müddətini 2 tapmışdıq. Buradan H maksimalı nətər taparam? V0 kvadratı böl 2J ilə də. 20-nin kvadratı 400, 2J də 20-dir. Doğrudan da 20 verir. Bu da düzdür. 41-ə baxıram. Cismin maksimal qalxma hündürlüyə qalxma müddəti. Hə, tamam. V0-ım 40-dır. V0 40-dır. T-nin qabağında duran 40. Qalxma müddəti də 40 böl 10 olacaq. V0 böl J 4 saniyə. 42. Yer səthində cismə təsir edən ağırlıq qüvvəsi 72 Newtondur. 2 yer radiusu qədər hündürlükdə. Bu necə eləyirik? F0 bölünsün 1 plus n kvadratı. Bu onsuz o biri bölmədə də vardı, göstərmişdim. 72 böl 2 yer radiusudur. 2 üstə gəl 1 3 kvadratı 9 bölürsən 8 Newton alırsan. 43. Şaquli yuxarı atılmış cisim H hündürlüyünə 3 saniyədən sonra çatmışdır. Bu nöqtədə cismin sürəti V bərabərdə 10 metr böl saniyə olmuşdur. Uçuş müddətini hesablayın. Tamam. Buradan nə edə bilərəm? Buradan başlanğıc sürəti tapa bilərəm. V0 bərabərdir. Deməli, nə edə bilərəm? V bərabərdir V0 çıx JT. Bax, bunu yazaram. V0 bərabərdir V üstə gəl JT kimi. Bax, belə. V 10-dur, üstə gəl J 10-dur. Müddət 3 saniyədir. Bunlar toplanında 40 eləyir. Bizim başlanğıc sürətimiz nə oldu? 40 oldu. Onda buradan uçuş müddəti də bizə verəcək 2V0 böl J kimi. 2 vur 40 böl 10. Bu da 8 saniyə verəcək.
44 həmin şərtdir, həmin ədədlərdir. Sadəcə axırda nə istəyir? Maksimal qalxma hündürlüyünü istəyir. Bizim əgər başlanğıc sürəti 40 tapmışdıqsa, h maksimaldır, v0 kvadratı bölü 2j ilə tapacam. 40-ın kvadratı 1600-dür, böl 20. Bunlar gedir, 162-yə böləndə 80 metr alacam. 45-ə baxıram. 45 maraqlı sualdır. Biraz da uzun gedəcəyini hiss eləyirəm. Cisim 40 metr böl saniyə başlanğıc sürəti ilə şaquli yuxarı atılıb. 7 saniyə ərzində cismin getdiyi yolu metrdən hesablayın. Bunun maraqlı tərəfi nədir? Biz orada qalxma müddətini tapanda V0 böl J-ni istifadə eləyəndə V0 böl J olacaq 40 bölü 10. Bu da 4 saniyə verir. Deməli, cisim 4 saniyəni qalxıb. Buradan qalxdığı məsafəni tapa bilərik h maksimalla. Necə taparam? Ya V0 kvadratı bölü 2J kimi, ya da JT kvadratı bölü 2 kimi. İkisi də olar. JT qalxma kvadratı bölü 2 kimi. J 10'dur. A bu arada. Yo, elə bu olar. 10 T qalxmam da nədir? 4 saniyədir. Kvadratı 16 bölü 2. Bu da eləcə 80 metr. Biz bunu V0 kvadratı bölü 2J ilə də tapsaq, yenə 80 alırıq. Bəs bizə 7 saniyə deyir axı. Onda 4 saniyəsini qalxmışamsa, sonraki 3 saniyəni düşmüşəm. Düzdür? Orada onda h2-ni də j-t2 kvadratı bölü 2 ilə tapacam. 10 vur 3'ün kvadratı 9 bölü 2. Bu da 45 metr verəcək. Toplayıram. 80 üstə gəl 45. O da eləcək 125 metr. Hazır. Keçək baxaq o birilərinə. 46. Cisim bu sürətlə şaquli yuxarı atılıb. Yenə eyni qaydada olacaq. Burada biz qalxma müddətini tapsaq, verəcək bizə V0 bölünsün J. O da 50 bölü 10'dur deyənə. Cavab nə alınır? 5 saniyə. Deməli, bu 7 saniyənin 5 saniyəsini qalxıb. Getdiyi yolu oradan H1'i. Ya JT qalxma kvadrat bölü 2 ilə, ya da V0 kvadrat bölü 2J ilə tapa bilərsiniz. Mən bayaqkında nə ilə tapmışdıq? JT kvadratı bölü 2 ilə, bu səfər V0 kvadratı bölü 2J ilə tapacam. Amma çox önəmli deyil. V0'ım 50'dir, kvadratı 2500 bölü 20. Bu da verəcək bizə 125. Yoxlamaq üçün gəl o birini də istifadə eləyir. JT qalxma kvadratı bölü 2. Bu da eləcə 10 vur. T qalxmam nədir? 25'dir. Bölü 2. Yenə cavab 125 metr çıxır buradan. H2'də nə olacaq? T2'ni mən nə götürəcəm burada? Elə bil 5 saniyə getdi. Çünki qalxma müddəti 5 saniyədir. 7 saniyədən əlimdə ikisi qaldı. T2 də bərabərdir 2 saniyə. Burada nə götürəcəm? Sadə JT2 kvadratı bölü 2. J 10'dur. T2 2'dir. Kvadratı 4 bölü 2. Bu da 20 metr verəcək. 125 orada gelmiştim. 20 burada. Ümumi orada yol 145 metrdir. 48'e baxaq. Yer səthindən şaquli yuxarı atılmış cismin uçuş müddəti 6 saniyə olmuşdur. Tamam. Cismi həmin başlanğıc sürətlə müəyyən hündürlükdən şaquli aşağı atdıqda 2 saniyəyə neçə metr yer dəyişmə edər? Gəl buradan başlanğıc sürəti tapaq. Başlanğıc sürəti tapmaq üçün mən qalxma müddətini bilməliyəm. Qalxma müddəti də uçuşun həmişə yarısı olur da. Çünki uçuşda bir qalxır, bir düşür. Bunu nəzərə alırıq. Qalxmada biridir. Yəni 3 saniyədir. Onda burada başlanğıc sürət JT ilə tapsaq, JT qalxma ilə 10 vur 3, 30 metr bölü saniyə verəcək. Düzdür? İndi başlanğıc sürət budursa, 2 saniyə bu cismi aşağı atanda həmin sürətin 2 saniyəyə yer dəyişməsini V0T çıx JT kvadratı bölü 2. Bunu ilə rahatlıqla tapa bilərəm. 30 vur T2'dir çıx J 10'dur T2'dir kvadratı 4 bölü 2. 30'u 2'ye vuranda 60 çıxılsın 20. Bu da mənə nə verəcək? 40 metr verəcək. 49. Şaquli yuxarı atılan cismin hərəkəti. Cisim yuxarı atılırsa əvvəl yavaşlayır, yuxarı qalxdığı müddətcə. Yerə qaydanda təzədən yeyinləşir. 1A. Sonra şaquli aşağı atılan hərəkət sırf yeyinləşən hərəkətdir.
Şaquli aşağı atılan cisim üçün Y-ni götürəcəm. Sərbəst düşən üçünsə B-ni götürəcəm. Çünki sərbəst düşmədə başlanğıc sürət olmur. 50-yə baxım. Buraları silək bir dənə. İmpulsla sürət qrafikləri həmişə birə-bir eyni olur. Ona görə impuls qrafik görəndə, əgər impuls nədir bilmirsinizsə, impuls bu arada cismin kütləsi ilə sürətin hasilidir. P bərabərdir M vur V. Amma yenə də bilmirsinizsə, qrafiklər birə-bir eynidir. Impuls qrafiklərinə V qrafikləri kimi baxa bilərsiniz. Şaquli yuxarı atılan yenə A variantıdır, aşağı atılan C-dir, sərbəst düşəndə D-dir. Bölmədə hazırdır. Videonu bəyənməyi, paylaşmağı, fikirlərinizi bölüşməyi yaddan çıxartmayın. Sağ olun.